2 illik sevgilim dostumla. Kız reşit değilmiş. Ne? Oğlanla kız aynı otaqda. O ne? Bunu görmemiştim. Ne? Tamiye demişti ki güya mənlə sevgilimin arasında cinsel açıdan nəsə keçib. Ne? Mənə evlənmə təklif edib adıma kredit götürüb sevgili olduğunu, ona artı 18 səslər attığını öğrendim. Azərbaycanda belə şeyler olurdu. Sen bir de ne? Kız ana olmağa hazırlaşır. 16 yaşlı bir kızın 3 bu videoda bunun üstüne hikaye yoktu da. Çok keçirdim. Allah haqqı heç belə bir şey gözləmirdim. Sizin necə həyatlarınız, necə hekayələriniz var? Bala, siz harda yaşayırsınız? Bunlar nədir? Bugün sizlərlə birlikdə sizin hekayələrinizi oxuyacağıq. Çox enteresan söhbətlər var. Görə axırımız hara gedir bu söhbətlərdə? Çox mesaj var. Ona görə hamısını oxumamışam. Belə içlərindən belə baxıb maraqlı gördüklərimi seçmişəm. Ya burada ilk dəfə sizinlə birlikdə tepki verəcəm. Özümə abur-cubur da aldım. Deməz qeybət eşliyi olsun. Siz də buz kimi kompotunuzu ben abur-cuburunuzu almağınızı unutmayın. Burada hər hansı bir brandin reklamı olabilirdi. Ama olmayacaq. Daha böyüyüm. Məndən 2 dəfə xoşu gəldiyin deyən dostumun 5 illik sevgilisi var imiş. Siz, bax burada bir neçə paradokslu məsələ var. Siz necə dostsunuz ki, sən bunun sevgilisi olduğunu bilmirsən. Yəni belə fikirləşən mənim dostlarımın sevgilisi olmadığını mən bilirəm yəni. Mənə yürüsələrdi, yürüməsələrdi mən biliyorum yəni faktik olaraq onların sevgilisi var. Bir də. Sənin 2 dəfə xoşu gəldiyini deyib də, niyə dostluqla davam eləmirsən ondan? Bir ilk dəfə deyəndə, kanka mən sənə qarşı bir şey hiss eləmirəm deyəndə, sizin dostluğunuz orada bitməliydi. Dost değilmiş sizə, yəni çünki adam səndən xoşu gəldiyinə görə, bacım, demək ki, arkadaş değilmişsiniz. Bugün sizi yargılayıram. Videonun konsepti budur. Yargılanırsınız. Listen and judge. Hatalısın. Sən xətalısın, oğlanda problem yoxdur falan deyəcəm də. Yok yani oğlan zaten ayrı bir mədəsizdir. Oğlan ayrı bir vizyonsuzdur. Yani 5 illik sevgilim var. Bu arada insanlar 5 illik münasibətinin olması mənə çox enteresan gəlir. Yani 5 il. 5 il. Bir adamla ömür mü geçer be Gülbəm? Mənə 1 il belə çox uzun gəlir. Hələ 9 il sevgili olan adamlar var. 2 aylıq sevgilisine göre neçə illik dostluğumuzu bitirdi. Belə insanlar heç başa düşmürəm. Bir oğlana, bir qıza göre dostluğunu satan, ne bileyim yani. Məsələn də mənim hər hansı bir dostum sevgilisi ilə mənim aramda qalsa belə, mən soyaram o dostluqdan. Yəni ki soymuşam, belə bir şey yaşanıbdı. Ki mən TikTok çəkirəm deyə qızı pis yola çəkirmişəm. Yəni what the da yani. Elə bir nə içərikləri çəkirəm mən. Bəzi insanlar həqiqətən çox geri düşüncəlidirlər. Və yəni dostum da ağzının payını yetər qədər vermədi mənim nəzdimdə. Ona görə zaten soymuşdum mən o dostluqdan, amma anyway də. Mevzumuz bugün ben değilim. Yani 2 aylıq sevgilisine bir de 2 aylıq sevgilisi, yani bir evleneceği falan adam olsa diyerek ki dert yardı. Evlenir zaten, evlendikten sonra dostluklar bitir yani. Çünkü artık yeni hayat, yeni zırhsı böyle falan filan. Yani dostluklar əvvəlki qədər belə olmur da. Bunu hamımız bilirik ve qabullanmışıq artık. Ama yani bir oğlana göre de dostluğunu da satmazsın be Gülbən. Yani ve ayrıldıklarına bu arada çok əminəm də o olaydan sonra yani. Heç düşünmürəm ki onlar böyle çok böyle davam elədilər zor bir şekilde ve möhtəşəm bir münasibətlər oldu. Yani dostun münasibətini korlamağa çalışmırsa, yani bana bir tık şov geliyor. Vallahi vefasızlıqdır. Sen o oğlanla dalaşıp gelip bu kızın üstüne ağlayırsa, ondan sonra da oğlanla barışan kim gelirsen bu kızın yanına. Vefasız insanlar var. 2 illik sevgilim dostumla. Şoklu diyeyim, hazırsan şokuna. Kız reşit değilmiş. Oha! Ne? Polise gittiniz de yəqin ki. Burada rıza kavramı yoktur uşaqlar. Reşit olmayan bir insanla rızası olduğu təqdirdə də birlikdə ola bilməzsiniz yəni. Qorxunç. Bizim mənə şok oluram. Yəni də reşit deyilsiniz, bütün 17 yaşı var, 16 falan da, 16-17. Kanka sen uşaqsan, sənin nə işin var o şeylərlə də, yəni elə şeylərlə. Mənə qəribə gəlir belə şeylər. Açıq fikirlə əlaqəsi oldu, qarşı normal deyil, uşaqdır o yəni də. Faktik olaraq uşaqdır yəni. Onun rızasını şeyə bilməzsən axı yəni də yoxdur elə bir şey. Bir də bizimkilər şeyləri bizdə elə şey yoxdur. Xaricilərdə də oyda, məktəblərdə bir dənə hadisələr dönür. Mən bunu bilmirdim. Mənə bunu dostlarım danışdı ki, bizim məktəbimizdə belə söhbətlər var, bizim məktəbdə belə. Əlim üzümdə qaldı ki, qardaş, məktəb deyirsən, universitet də deyil, məktəb. Universitetdə də nələr olur? Allah haqqı. O gün bir dənə dostum bir dənə söhbət danışdı mənə universitetdə olan.
Bakı dövlətlə heç bir əlaqəsi yoxdur bu arada, Bududa olmayıb hadisə. Onu deyim çünki mən Bududa oxuyuram. Təzə ki, bədbəxt universitetimin üstə qalmasın. Qız başqa yerdə oxuyur. Onu danışmasın. Oğlanla qız eyni otaqda basılıblar. Ona dostlar neynəndə. Universitet deyək qaqa ya. Universitet təhvil üçün gəlinən yer. Bir şey deyim. Tam mənəm. 3 il 6 aylıq sevgilim yenə çox uzun bir müddət. Qardaş, bu insanı haradan tapırsınız? Həyatımı dəyişəcəm deyib ayrılmışdı məndən. O qədər mənəm ki, həyatımı dəyişdirirəm deyib hər kəsdən əlaqə kəsə bilərəm, yəni elə bir insanım. O nə? Bunu görməmişdim. Bunun axırı var. Podruqam danışdığım oğlana məni pislədi. Plus oğlanla sevgili oldu. Çox uzundan özətlə belə oldu. Qardaş, dünyada oğlan qəhətdir. Bax, dedim ki, kanka, bax, dünyadakı son oğlan o qalsa və desələr ki, dünyanı qurtarmaq üçün sizin uşaqlarınızaydı, mən yenə dönüb o adama baxmaram da, yəni. Bu mənə bulandırıcı bir şey deyil. Yəni, düşündüm, bu qızlar eyni çörəyi kəsirsəm, yəni, oğlan mı qalmayıb, qəhət də deyil, küçüyə çıxsın, hər yer kişidir. Ya, bu əmsi oğlu ilə falan birlikdə olan qızlar da mənə çox qorxunc gəlir. Şey oluram da, yəni, kişi qəhət idi, bacı. Əmin oğlayan qardaş kimi şeydir də, yəni, yaxın bir şey, yəni, qoxumla qırıqla falan. Bu mənə bilsiz necə gəlir? O qız əslində qalsa o oğlanı istəmir, sən olmaq istəyir və ona görə sırf yəni oğlana şey deyir, yəni ona baxma, onun olmasın, mənim olsun. Sonra irgənc bir zehniyyət olduğunu düşünürəm bu hərəkət edən zehniyyətim. Bayağı uzun, onu oxuyacaq bir də oxumamışam. Mənim dostum var idi, oyunda çox yaxın idik. Ailəmə qədər girmişdi. Ay, ən kötüsü. Ailəmə soxdunsa zimli çıxdı. Mən biraz çox sosialam, gəzib tozmağı sevirəm. O elə deyil. Çox mühafizəkar biridir. Oy, bax, mən söhbətin axırını təxmin eləyə bilirəm. Mənim heç nə vecimə deyil. Okey, siz zid qutublarsınız anladığımız qədərilə. Mənim heç nə vecimə deyil. Özüm üçün yaşayıram, kimin nə dediyinə falan fikir vermirsən, okey. Mən bir ara çox sevdiyim bir Türk nə? Doker, Türk nəsə var imiş, nəsə də. Yazını o qədər xırda-xırdadır ki, zoom atanda biraz bulanıqlaşır. Anladım, çünki konsertinə gedir. Türk bir rapçi var, onun konserti olacaqdı. Ora getmək istəyirdim. Ətrafındakı hamı da bilir necə sevdiyimi. O rapçini 2024-dən gedir söhbət. Dedim ona ki, gedək. Gedək dedi. Okey, özü də dedim ki, bilet pulu mənlikdir. Ya, nəysə, gəldi çatdı vaxt. Dedim mən getmirəm. Anam qoymur falan da bəhanə uydurdu. Mən üzüldüm ki, necə gedim falan. Sonra yaxın oğlan dostum var idi. O dedi ki, gəl bizlə. Biri yaxın dostumdur, digərləri də onun dostları. Dedim, onlara gedək. Hesabımda post paylaşdım, okey. Bu postu da dostumuz bunu atıb və deyib ki, bu qız pozulub falan. Aha. Demək, uşaqlar. Qız konsertdən post atıbdı. Bunu da bir dənə ortaq dostlarından desəm, bir götürüb bunu birisi qıza atıbdı ki, bu qız da pozulubdu la falan. O da inkar elədi, yəni yox, elə şey yoxdur falan deyib, qızı savunmuyub da. Bir şey deyim sizə, dostların arasında çox belə düşüncə fərqi olanda, yaşam fərqi olanda falan, daha özgür olanı, daha az özgür olan həmişə qısqanır. Daha varlı olanı, kasıb olan qısqanır, daha çox imkanı olanı, imkanı olmayan qısqanır, ailəsi rahat olanı, ailəsi narahat olan qısqanır. Yəni çox uçurum fərq olan insanlarda qısqançlıq olur. Məsələn, mən bunu şeydə yaşamışdım. Mən çox rahat bir ailədə böyümüşəm, özümə çox rahat bir insanam. Ətrafımda daha məndən az rahat olan insanlar olanda problem yaşayıram. Onlar mənə problem çıxartmaya başlayırlar. And my life not your business. Bunun üstünə qızların əlaqəsini kəsməyibdir və davam eləyiblər. Demək, qızımızın sevgilisi olub, qorxunç şeylər baş verəcək kimi hiss eləyirəm və sevgilisi dostuymuş. Mən buna etik baxmıram, yalan olmasın. Yəni, ondan sonra qıza deyibdi ki, yəni qızla mutlu olar falan və sən görünür ki, olmayıbdu. Okey, bu mühafizəkar arkadaşı var. Ondan sevgilisini tanış eləyibdi. 2-3 gün danışıblar və sonra heç danışmayıblar. Da full qız haqqında danışırlar. Okey, bu normaldır. Anlamadım mən, dur. Yok, bu önce başka bir tema oldu görse. Ne? Anlamadım ya. Temada eniştecilik teması var. Ama tutmuram. Kim kimi enişteci yalan eləyir bu dəqiqə. O kadar yallar birbirinin içindədir ki. Ne? Hazırsız eşitmeye. Hamiye demişti ki güya mənlə sevgilimin arasında cinsel açıdan nəsə keçib. Oha be. Ana belanı. Korkunç.
Anladığım qədərilə düz anlamışam. Qızın sevgilisi var imiş. Qız sevgilisinin dostu ilə tanış eləyibdi. Amma orada bir eniştəcilik teması çıxdı. Bilmədim, amma kim kimi eniştəci elan edib. Deyəsən bu dostunu eniştəcilik elədiyini düşünüb. Oğlan yazıb eləyirək, ona görə yəqin. Durun görün. Bu yayda deyir ki, mənim son həddim oldu. Qoydum qarşıma, danışdım. Mən dedi ki, mən vallahi elə şey etməmişəm. Yüzümə məni şizofren çıxartdı. Oha. Sənin sevgilivə yazıbdı ki, niyə barışdınız? Nə? Anlamıram. Özət keçsəm uşaqlar sizə. Bit hissələri mən də anlamadım. Çünki yazım xətaları, cümlə quruluşunda xətalar falan var idi. Ona görə anlamadım kim kimə nə deyir. Mühafizəkar olan bacımız qızın rahatlığını pozulmaq olaraq adlandırıb, insanlarla qızımız haqqında qeybət eləyib və ondan sonra qızımızın sevgilisi olur, qızımızın sevgilisine yanlamağa çalışıb deyəsən, orada eniştəcilik söhbət getdi. Qızımıza iftira atıb ki, bəs onlar var. Ondan sonra üzləşiblər və qız qəbul eləməyib. Mən sizə də qəbul eləməyəcəkdi. Nə deyəcəkdi? Mən sana nə deyirdim deməyəcəkdi ki, mandıqan padruqa dediyim qızla eks sevgilimi qısa görmək. Bilmiyorum, belə şeylər mənə mələsizlik gəlir. Bunlar yaşadıracaq yaşıyorlar idi. Mən çox maraqlı. Köhnə sevgilim mənə xəyanət edirdi və bunu bacım dediyim insan bilib 2 ay ərzində gizlədib mənə deməmişdi. Məqsəd hocam. Üzləşdin, bax, çox maraq edirəm. Üzləşdiysiniz, dedi yəni, niyə elədiyiniz. Mən şu an hekayədə tək maraq elədiyim şey oldu. Niyə də, niyə məsələn də, mən öyrədirsəm ki, Kəmalin Əzizənin ya da Səbuhi aldadılır da, qan çıxardı aramaya ortada. Nə danışırsınız siz? Mənim dostlarıma heç kim üzə bilməz. Üzəni üzərim. Özümə qarşı elə olmaqlarını istəyirəm bu arada. Məni üzən bir insanla arkadaş ola bilməz mənim dostum. Olursa artıq məndən dost deyildir bu ehtimal. Çünki hoşça kal. Olacaklar sensiz olsun der yol verərəm yəni. Nə? Mənə evlənmə təklif edib adıma kredit götürüb başqa qızla danışması. Skandal. Bax bir şey deyim, malsınız siz qaqaş. Yəni birinin adına kredit bir oğlanın adına kredit götürərlər ala bir oğlan üçün. Dəyməz ya Allah ki, bir kişi üçün dəyməz yəni də. Oy da. Bir şey deyib, evlendiyim adamın adına adam üçün də kredit götürmələm. Mən kredit götürmürəm, şəxsi prinsip. Orxunç. Bir də bir tane necə yəni. Şey düşünürəm. Heç mi qohumun, heç mi əqraban, heç mi dostun yoxdur. Da sən məndən kredit istəyib, borc istəyirsən. Mən çəkmərəm. Çəkərsiniz hər halda bir oğlan adına kredit. Yazın, gözləyirəm yaradım. Çəkərəm deyən varsa gəlsin biraz döyüm. Həyatın həqiqətlərini görsün bu videoda. Qızın adına kredit çəkdirib gedib utanmadan başqa qızla danışıb. Hatta bu oğlanların acgözlülüyü məni öldürür də. Yəni qardaş bir dənə qız tapdısan və yaşa da, yəni ciddi düşünürdük, ailəm vermədi. Ailəm verməyibsə bir bildiyi vardır, güvən mənə. Dedi gəl Bakıya həll edim və gəlmədi. Gördün? Ailədən bir bildiyi var imiş ki, verməyibmiş də. Bu arada mən əvvəl şey düşünürdüm. Sevginin gücü. Ailələr anlaması yoxdur elə bir şey arkadaşlar. Ailəviz İstəmirsə bir bildiyi vardır. Çünki biz sevəndə düşünürük ki, sadəcə sevdiyimiz adamla evlənirdik. Yox. Ailəsiyle də evlənirsən. Ailəsi çox önəmlidir oğlan. Yəni uzun bir hekayə böyüdür amma oxuyuruq. Mənə dedi, ailəvi problemlərim var. Bu yalana hələ də inanan qız var. Bax, ciddi sual verirəm. Bu yalana hələ də inanan geri zekalı varsa, gəlsin bura biraz danışaq. Mənim ailəvi problemlərim yox idi axı. Bir dənə sən problem yaşayan geri zekalı. Hə. Dur, mən özüm oxuyuram, əsəd oxuyuram. Mənə dedi, ailəvi problemlərim var. Axır vaxtda çox soyuq deyildi, düzdür. Amma arada ayrılmaqdan söz açırdı. Mən də qoymurdum. Sonra elə deyirdi ki, mən səni sevirəm. Zaten çox gözəl rol qabiliyyəti var idi. Sonradan qısqandığım qızlar var idi. Sinif yoldaşları idi. Ümid edirəm, bunlar sinifdəykən yaşanmır da. Yəni siz məktəbliyikən. İnşallah, yəni. Sinif yoldaşları idi dediyinə görə böyük ihtimalle məktəbdə yaşanır. Amma çox tanımadıklarım var idi arada. O da kız idi. O biri dostu demişti ki, onlar bizim bacımız kimidir. Elə şey fikirləşmə. Bacısı kimidir? İkinci partda o bacı ilə nərdədiklərini çox maraq edirəm. Yəni bir şey deyim uşaqlar, mənim də oğlan dostum var. Sevgilisi də olub Səbuinin. Biz həmişə sərhəddimizi qorumuşuq. Məncə belə də olmalıdır. Yəni sözdə bacım kimidir, qardaşım kimidir deməklə deyil. Yəni bacım kimidir deyib arxadan eləmək bacım demək deyil qardaş. Bacısı ilə cəmaət elə şey eləmir.
Desəm də Azərbaycanda bacısı ilə Minhoqadan çıxanlar da oyda. Elə şeylər oxuyanda inarsan 2 əlim üzümdə qalır da ki, bunlar nə danışırlar ay qardaş. Sonra o qızla oldu və o qız da mənim arxamda danışırdı ki, o qız qurursuzdur. Sən də eksin bizim mesajları ona atırmış. Ən çox təsir edən də onun ailəsi bilməyi və ciddiliyə inanmağım idi. Bir şey diyeyim o qıza buradan. Arxanca danışır, qurursuzdur. Sən nə əsas qurursuz? Sən bilirsən ki, bu adamın sevgilisi var. Və sən onunla danışmağa davam edirsənsə, qurursuz olan sənsən, bacı burada, bu qız deyil yəni. Bu qız ilişkisinə sahib çıxmağa çalışıb. İndi öz aramızda sədə söz deyirəm, yəni bir oğlan arxasında qaçmağında sən xətən olub bacı. Bacısı kimiymiş. Oğlanla qızın dostluğu çox qəşəng olur. Qız da oğlanın da həddini biləndə. Allah haqqı. Gəldi. Universitetdə ilk semestr, axı proqramlar falan qoşulmaq olur. Məsələn, budur, könüllü, TGT və s. İlk dəfə idi, bilmədim, keçdim. Güya dostum olan qız dedi ki, gəl ikinci semestr keçərik. Birinci kursda olub bu. Mən də razı oldum. Sonra bu qız gedib məndən gizli, keçib qeydiyyatdan, hər şey bir qırağa, hələ idarə heyəti üçün vakant yeri var imiş. Bunu belə gizli edib və bir baxdım ki, sinifdəkilər bunu təbrik edir. Ona həqiqətən çox böyük qazıq edim. Kanka, bayaqdan oxuduqlarımız yəni biraz kiçik qaldı. Hələ də hər nə etsəm edir. Bu bir kənara. Mən nə vaxt düşərgəyə və s. getmək istəsəm, bilmirəm necə edirsə, alınmağa qoymur. Ona görə ona demirəm. Bu da bir hekayə. Qısqanc. Qısqanc dost çox qorxunç şeydir. Belə arxanla üzvə gülə-gülə ibinə hərəkətlər eləyirlər. Allah yaşatsın. Uzun bir şey gəldi yenə. WhatsApp'da tələbə abituriyent qruplarında bir oğlanın məndən xoşuna gəldiyindədir. Bax ay ki gözüm. Tələbə abituriyent qrupunda. Yəni səndən necə xoşu gələ bilər bir insanın? Bax qardaşım sən. Bax bu ikisi də deyək ki, tanış olmayıblar da WhatsApp'da sadəcə. Just necə sevə bilər, xoşu gələ bilər bundan. Sonra isə tanımaq üçün şans verdim. Oğlan gedib qrupda başqa qızla danışıb, artıq sevgili olub. Mən danışdıqlarını öyrəndim. Onunla dost olduğunu dedi. Daha sonra qız da belə olduğunu dedi. Oyda qızın qurursuzluq və mədəsizlik. Nəsə, belə olduğunu dedi və bir müddətdə biz danışmağa davam etdik. Sevgili olduq. Artıq sonra oğlanın o qızla sevgili olduğunu, ona artı 18 səslər atdığını öyrəndim. Sonra başqa qızla danışdığını öyrəndim. O qıza da artı 18 səsləri attım. Queen'e bax. Yaxşı eləmsən həyatım. Sevdiyim insan mənə xəyanət edib. 2 il bundan qabaq mən abituriyent idim və məşğələlərimdən birində müəllimlə problem yaşadım deyə dəyişdirmə sürecinə girdim. Bir həftə, 5-6 eyni fən başqa müəllimin yanına getdim və biraz uzun davam etdi. Hardasa 2 həftə falan. Qanunlarda bəzi səbəblərdən alınmadı. Orada tanış oldum. Onunla çox düşüncəli, dəyər verdiyini göstərən biri idi. Yəni mən elə tanımışdım ən azından. Amma sonra o məşğələdən də çıxmalı oldum. Daha danışa bilmirdik. Hazırlıq vaxtda birimizi görə bilmirdik. 2 il sonra Undi qarşıma çıxdı. Çox çabaladı mənə çatmaq üçün. Şans verdim. O qədər qəşəng idi ki, hər şey. Sonra mən şübhələndim. Şübhə tək gerçək. O yüzden gözlərini bəndən çək. Arada yazıb itirdi. Ghostlayırdı da konkret olaraq. Mən öyrəndim ki, üçlü bir şeymiş. Bu mən 3-cü insan imişəm. Və digər qız da bunu bilirmiş. Qızla açıq ilişkidəymişlər də yəni. Oha. Azərbaycanda belə şeylər olurdu. Mən bu məktəb vaxt temalarını anlamıram. Allah haqqı var. İşte geri qafalı deyil, işte cahil deyim. Mən məktəbdə yaşanan ilişkiləri anlamıram. Deməli, məktəb vaxtı çox istədiyim bir sinif yoldaşımın məndən xoş gəlirdi. İlk başda mən romantik anlamda xoşum gəlmirdi. Xahiş edirəm, yazanda Azərbaycan dili qrammatikasına diqqət edin. Oxuyan anlamıram. Sadəcə sinif yoldaşı kimi çox istəyirdim. Ağlımda başqa birisi var idi, just ağlımda. Və ağlında başqa birisi varsa, yanında başqa birisi olmamalıdır. Bacım, bax sən burada səhv eləmisən uşaq. Bunu da sinifdə mənə yaxın olan qızla bölüşürdüm. Instagramda bu haqqda danışırdıq. Lakin sonra mən də həmin adamdan xoşum gəldi. Bundan xoşu gələn uşaq vardı, bundan xoşu gəlməyə başlayıb. Və əvvəl hisslərimi bölüşdüyüm qız sinif yoldaşım öz sevgilisine ayrılanda mənim Instagram şifrəmi məndən xoşu gələn sinif yoldaşıma verdi ki, gəlib o mesajlarımı oxusun. Məndən də xahiş eləmişdi ki, Instagramı ver, mənim kimdə problem var. İbnə. O vaxtı 16 yaş ərgənlik bu qədər. İlk dost qazığım belə idi. Bayağı iyi kızı çakmış bacımız. Aa, bir durun. Bir dur. Bayağı ki üçlü dönənlər var idi. Onlar hikayəsinin davamı burada qalıbmış.
Davam etdirdim. Sonradan Sən bir də nə? Hə, ay qız, boy. Elə dedim oğlanla münasibətini davam etdirir, şok oldum. Demək, nəysə. İşte, bu oğlandan bilgi ala biləcəyi bir qızla münasibətini davam etdirirmiş. Sonra da öyrəndim ki, qaçıblar. Qız ana olmağa hazırlaşır. 16 yaşlı bir qızın 3 ayın tamamında qızı olacağını öyrəndi. İnkişafdan qaldı və ananın qanına zəhərlənmə veribmiş. Qızları olacağını öğrenenden sonra nişanlanmıştılar. Nişanlı attılar falan, qırğın və s. Daha sonra öğrendim ki, öğrendiğim andan beri benim yanımda olan məlumat veren... Daha sonra öğrendim ki, ilk andan beri benim yanımda olan, mənə məlumat veren o kızla sevgili olublar. Ölürəm dərdindən falan storyler koyur. Kız hələ də görürəm o kızın elədiyini unutmayacağım. Bu ne hikayeydi Allah. Bu hikayem de örgülüyüm bak. Sevgili olublar. Münasibətə üçüncü dəfərdir və o birisi kız bunu bilir. Kız 17 yaşında hamilə qalıb o birisi kız. Uşaq qarnında ölüb zəhərlənmə verib kızın qanına. Nişan atıblar və bütün prosesin içinde olan ve her şeyi bilen dördüncü bir kızla şu an sevgilidir ve ölürəm storyler atır. Bu videoda bunun üstüne hikaye yoktu da. Qanım laxtalandı, qanım pıxtılandı. Allah haqqı deyirəm, cəmaət dəli olubdu. Çok keçirdim. Allah haqqı heç belə bir şey gözləmirdim. Bunu oxumamışdım mən, çox uzundu dedim, videoda oxuyaram direkt. Neyse. İzlediğiniz için teşekkürler. Mən qanım pıxtılandı bu dəqiqə. Ümid edirəm belə şeylər yaşamazsınız, yaşamırsınız, yaşamayın. Yəni həyatlar, çox acayip həyatlar var dünyada. Belə hikayeleri Instagram üzerinden alıram. Instagram hesabımı bura koyacağım. Bir de anketleri oradan açıram. Senin de hikayeni oxumağımı istəyirsənsə, deyirsən ki, bunlar nədir, hələ mən sənə nələr danışaram falan deyirsənsə, Instagramıma keçid eləyə bilərsən. Neyse, izlediğiniz için teşekkürler dostlar. Kanalıma abone olmağı, like atmağı falan unutmayın. Hələlik. Gələn videoda görüşmək üzrə. Bay bay.